Göyçaylılar da Zəfər gününü qeyd edirlər. Bu günlə bağlı bir sıra tədbirlər nəzərdə tutulub şəhərdə və hərbi orkestrin müşayiəti ilə müharibə veteranlarının yürüyüşü keçirilir. Biz indi Göyçaya bağlanırıq. Yürüyüş barədə məlumatları əməkdaşımız Vahid Fəxri çatdırır. Vahid, buyurun, efirdəsiz. Bəli, artıq səhər saatlarından etibarən ölkəmizin bütün bölgələrində zəfər sədaları eşidilməkdədir. Məhz zəfər günü münasibəti ilə ölkəmizin bütün bölgələrində olduğu kimi Göyçayda da coşqu dolu, izdiham dolu tədbirlər keçirilir. Səhər saatlarından etibarən Şəhidlər Xiyabanı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, şəhidlərimizin önünə gül dəstələri düzülüb və artıq tədbirin ikinci hissəsi olaraq hərbi Şahin idman oyunu, eləcə də 2-ci Qarabağ müharibəsində iştirak edən qazilərin birgə iştirakı ilə yürüyüş keçirilir. Deməli, məlumat üçün bildirmək istəyirəm ki, artıq 2-ci Qarabağ müharibəsindən böyük qələbəmizdən 5 il ötür bu döyüşlərdə Göyçayımızda çox uğurla iştirak edirdi. 1500-dən yuxarı rayon sakini səfərbərliklə müharibəyə qatılmışdı. Onların içərisindən şəhidlərimiz də olmuşdu. Həmin 1500-dən yuxarı döyüşçünün içərisində 52 qazimiz və 46 şəhidimiz var idi. Bəli, qeyd etdiyimiz kimi hal-hazırda Göyçayda zəfərimizin 5-ci il dönümü təntənəli surətdə qeyd olunur və bundan sonra günün sonuna doğru Zəfər Bayramı öz işini konsert proqramı ilə davam etdirəcək. Bizdən hələ ki çatdıra biləcəklərimiz bunlardan ibarətdir. Söz yenidən sizdə. Əməkdaşımız Vahid Fəxri Göyçayda məhz zəfərimizin 5-ci il dönümünə həsr edilən hərbi yürüyüş barədə son görüntüləri və məlumatları çatdırdı.